Unikal abidələr sırasında 5 barmaq abidəsini qeyd eləmək lazımdır. O, bir tərəfdən o təbiət abidəsidir. Digər tərəfdən o arxeoloji abidədir. Üçüncü tərəfdən bu dini abidədir. Yəni, yeganə hallarda belə bir abidə olur ki, bu sırf arxeoloji obyekt yox, həm təbiət obyektidir, həm dini obyektidir. Orada məşhur səd var. Vaxtı ikən 20-ci illərdə Paxomov onu tədqiq edib. Qala var, karvansara var. Məsələn, Kemfer olub həmin karvansarada gecəliyib. O karvansaranın izi qalmayıb əndə. Yaxud Aliyari orada hətta Yahudi yazılarını oxuyub. Digər təsvirlər, şəklini çəkib, qəşəng o karvansaranın. Sırf Şirvan karvansarası da çox güman ki, o şəklə görə 14-15-ci əsrin karvansarasıdır. Yəni, bunlar hələ tapılıb üzə çıxarılıb. Qala olubdur, həmin qala üzə çıxarılmalıdır, sədd üzə çıxarılmalıdır, öyrənilməlidir. Dini obyekt kimi qəribəsi nədir? Hələ eradan əvvəl 3-cü minillikdə o abidə pir olurdu. İndi də Xıdırcında piridir. Yəni, onun tarixi çox qədimə gedir. Yampolskanın 61-ci ildə çıxan, hələ Sovet dövründən güclü vaxtında çıxan kitabı var. Orada o təsvir edir ki, Kür-Araz mədəniyyəti dövründə insanlar bura sitayiş edirdilər.